Hər kəsə salam uşaqlar. Bildiyimiz kimi 12 apreldə 9-cu siniflərin buraxılış imtahanı keçirilib və bu imtahanda da belə bir maraqlı sual düşüb. Ətraflı həll tələb edən sualdır. İstəyirəm bunun izahını verim sizə. Deməli sualda deyir ki, ABCD düzbucaqlısında BM AC-yə perpendikulyardır. Üstəlik DN də AC-yə perpendikulyardır və BM 5 sm olarsa, SBMN 60 kvadrat santimetr olarsa AC-ni tapın. Bildiyimiz kimi AC diaqonalı bizdə ABCD düzbucaqlısını iki kongruent düzbucaqlı üçbucağa ayırır. Ona görə də BM hündürlükdürsə 5 sm-dirsə, onda DN hündürlüyü də 5 sm olacaq. Və eyni zamanda siz fikir verə bilərsiniz ki, BMN öz-özlüyündə bir düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahə düsturundan istifadə etmək üçün MN-ə bir x deyə bilərik. Onda bizə də verib ki, BMN üçbucağının sayısı 60 kvadrat santimetrdir. Üçbucağın sahə düsturu necə idi? Deyirdik, katetləri hasilinin yarısına bərabərdir. Katetlərimiz də 5 və x-dir. 5 bir x bölü 2 bərabərdir 60-a. Buradan 5x bərabər olacaq 62-yə vururuz 120. X də bərabərdir 120-ni də 5-ə bilərik 24 santimetr. Deməli biz tapdıq ki, x-imiz uşaqlar 24 santimetrdir. Bunu tapdıqdan sonra necə edə bilərik? Deməli, AM NC-yə də bir x desək, onda fikir versəz, görərik ki, deməli, baxın, ACD üçbucağına fikir veririk. ACD düzbucaqlı üçbucağında D bucağı düzbucaq təpəsi olduğuna görə ND də bu düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlükdür deyə burada deyirdi ki, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlüyün kvadratı bərabərdir. Həmin hündürlüyün AC diaqonalının eyni zamanda hipotenuzunun ayırdığı hissələrinin hasilinə, yəni n vur n-ə. Onda baxırıq ki, AN-imiz x üstə gəl 24-dür, NC-imiz də x-dir və h-ımız da 5-ə bərabərdir. Deməli, 5-in kvadratı bərabərdir, x üstə gəl 24 vur x-a. Buradan tapsaq deyərik 25 bərabərdir x kvadrat üstə gəl 24x. Hamısını keçirdək sağ tərəfə. X kvadrat üstə gəl 24x çıx 25 bərabərdir 0-a. Bunu da Viet teoremi ilə tapa bilərik köklərini. X1-imiz olar 25, X2-miz olar 1. Hansısa mənfi eləməlidir. Baxırıq mənfiyə. Nəyin cəmi mənfi 24, hasil mənfi 25 edir. Təbii ki, mənfi 25 ilə 1-in. Tərəfimiz də yadınızda saxlayın ki, heç bir zaman mənfi ola bilməz. Ona görə bu kənar kökdür. Bizə lazım deyil. Bizə lazım olan x2, yəni 1-dir. Deməli, x-darımızı tapdıq ki, AM də NC də 1-ə bərabərdir. Bizdən də AC diaqonalını soruşduğu üçün burada 1 yazırıq, burada 1 yazırıq. 1 üstə gəl 24 üstə gəl 1, o da yeyəcək 26. Deməli, cavabımız oldu 26 cm. Qeyd edə bilərəm ki, uşaqlar, bu sual tipi, belə deyim, 9-cu sinif səviyyəsinə görə biraz çətin səviyyəli sual idi və əksər uşaqlar da demək olar ki, bu sualda çətinlik çəkdilər. Yəni, təbii ki, ətraflı yazı tələb edən suallar, həll tələb edən sualların içərisində bu tipli beyin qarışdırıcı suallar ola bilər. Hər zaman diqqətli olmalısınız suallar işlədikdə.